Finlandiyada gündəlik həyat neçəyə başa gəlir? Kirayə Helsinki üzrə bir otaqlı mənzil Helsinkidə 900-1300 evro arası, 2 otaqlı mənzil 1200-1700 evro arası, 3 otaqlı mənzil isə 1600 və 2200 evro arasında dəyişir. Helsinkidən uzaqlaşdıqca, məsələ Tampere, Turku, Qulu, Oulu qiymətlər %20, %30 aşağı düşür. Yemək, aylıq supermarket xərci tək adam üçün 250-350 evro civarında, geniş ailə üçünsə 500-700 evro arasında. Nəqliyyat, aylıq avtobus kartı 60-75 evro, internet və telefon, internet 25 evro, mobil paket 15-20 evro. Yəni bir insan Finlandiyada normal yaşamaq üçün təxmini 1300-1600 evro xərcə ehtiyac duyur.